Azərbaycanda sənədsiz evlər problemi yenə də gündəmdədir və maraqlıdır ki, bu problemin həlli niyə gecikdirilir, niyə yubanır? Bakıda sənədsiz evlər problemi minlərlə ailə illərdir bu problemi yaşayır. Minlərlə ailə illərdir ki, əmlaklarına çıxarış almağı gözləyir. Amma problem hələ də çox təəssüf ki, öz həllini tapmır. Sənədsiz evlər həm satış, qeydiyyat, miras, həm də digər hüquqi məsələlərdə vətəndaşlara çox ciddi problemlər yaradır, ciddi çətinliklər törədir və əmlak və inşaat məsələləri üzrə ekspert Elnur Azadov deyir ki, məsələ kifayət qədər dolaşıq və mürəkkəb prosesdir. O bildirib ki, bu il prezidentin imzaladığı fərmanla təxminən 100 min vətəndaşa sənədsiz evlərin qeydiyyatdan keçirmək imkanı yaradılıb. Bu ildən söhbət gedir, 100 mindən çox vətəndaşa. Və ekspert mövzunu şərh edərkən deyib ki, fərman Sovet hökuməti dövründə kənd və qəsəbə sovetlərinin sərəncamı ilə verilmiş torpaq sahələrinə şamil olunur. Onun sözlərinə görə dəyişiklik kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa olunmuş evlərin legallaşması üçün yol açır. Çünki bizim qanunvericiliyə uyğun olaraq kənd təsərrüfatı təyinatlı torpaqlarda evlərin tikintisi yalnız kənd təsərrüfatı üçün nəzərdə tutulub, fərdi evlərin tikintisinə qanunla yol verilmir. Dəyişikliyə görə kənd ərazisində və qəsəbələrdə yaşayan vətəndaşlar həmin kateqoriyaya aiddirlər və öz mülkiyyət sənədlərini əldə edə biləcəklər. Vətəndaş mülkünü rəsmiləşdirəndən sonra rahatlıqla onu sata və girov qoya bilər. Digər kateqoriyaya aid olan torpaqların da legallaşması istiqamətində hazırda hökumət iş aparır. Çox güman ki, bu ilin sonuna kimi, 2026-cı ilin sonuna kimi o istiqamətdə də siyahı genişləndiriləcək. Birdən-birə olması mümkün deyil, amma müəyyən qədər legallaşma işləri aparılacaq. Belə torpaq sahələrinin, mülklərin statistikası haqqında Əmlak Məsələləri Dövlət Xidməti bir neçə il ərzində siyahı apardıqdan sonra dəqiq məlumat söyləmək mümkün olacaq. İşğaldan azad olunmuş əraziləri nəzərə almasaq, Azərbaycanın qalan bütün rayon və kəndlərində belə rəsmiləşdirməyə ehtiyac var. Kolxozlar və savxozlar, kənd və qəsəbə sovetləri tərəfindən verilmiş xeyli sayda sənədlər var, onların hamısı legallaşdırılmalıdır. Və ekspert vurğulayıb ki, heç bir sənədə olmayan evlərin dövlət qeydiyyatına alınması qanunvericilik baxımından mümkün deyil. Maraqlıdır. Hazırda müvafiq dövlət qurumları bu istiqamətdə iş aparır, amma proses qısa müddətdə tamamlanmayacaq. Qeyri-rəsmi məlumatlara görə ölkədə qanunsuz tikililərin sayı 600 mindən çoxdur. Sənədsiz evlərin yaranması probleminin kökləri ötən əsrin 90-cı illərinə gedib çıxır. Həmin dövrdə şəhərsalma prosesləri sürətlə genişlənib, əhali artıb, miqrasiya isə planlaşdırılmamış, yaşayış sahələrinin inşasına səbəb olub. Nəticədə həm Bakı və Abşeron yarımadasında, həm də ölkənin digər iri şəhər və rayon mərkəzlərində çoxsaylı evlər hüquqi sənədləşmə olmadan, yəni qanunsuz şəkildə inşa olunub. Sənədsiz evlərin legallaşdırılması yalnız vətəndaşların mülkiyyət hüququnun qorunması üçün deyil, eyni zamanda, dəyərli izləyicilər, həm də hüquqi dövlət prinsiplərinin tətbiqi baxımından çox əhəmiyyətlidir. Bu proses sosial ədalətin təmin olunması, illərlə əziyyət çəkmiş minlərlə insanın mülkiyyətinin dövlət tərəfindən tanınması baxımından çox vacib bir addımdır. Lakin məsələ çox təəssüf ki, hələ də həllini tapmayıb. Uzun illər davam edən bu problemin arxasında həm hüquqi mürəkkəblik, eyni zamanda da geniş miqyaslı sənədləşmə prosesi dayanır və ekspertlər deyirlər ki, bu işin sürətlənməsi üçün həm qanunvericiliyin təkmilləşdirilməsi, eyni zamanda da dövlət qurumlarının koordinasiyası çox önəmlidir, çox vacibdir. Qısa müddətdə minlərlə insan, minlərlə vətəndaşın hüquqlarını qorumaq mümkün deyil, amma prosesin davam etməsi gələcəkdə həm sosial, həm də hüquqi sabitlik üçün önəm daşıyır və Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli mövzu ilə bağlı deyib ki, qeyri-qanuni tikililərlə bağlı bundan öncə araşdırma aparıb. Təxminən o vaxt yarım milyondan çox qanunsuz tikililər var idi. Onlar illər ərzində azalmaq əvəzinə artıb, normalda isə bu azalmalı idi. Bir tərəfdən hökumət
qeyri-qanuni tikililərin sənədləşməsi üçün bir neçə pilot layihə həyata keçirdi. Həmçinin qeyri-qanuni tikililərin artmasının qarşısını almaq üçün müxtəlif tədbirlər gördü. Lakin çox təəssüflər olsun ki, son 10 ildə sənədsiz tikililərin sayı artdı. Bəs bu niyə belədir? Burada ciddi maraq toqquşmaları var, iqtisadçı deyir. Akif Nəsirli deyir ki, ilk növbədə bu məsələnin qarşısının alınması və aradan qaldırılması dövlətin xeyrinədir. Çünki 700 minə yaxın tikinti daşınmaz əmlakdır və onun büdcəyə vergisi verilmir. Hər bir əmlak 10 manat vergi versə, bu milyonlarla manat pul deməkdir. Hazırda Azərbaycan hökuməti həmin pulu itirir. Qanuni layihə çərçivəsində həmin tikintilər qanuniləşdirilərsə, tikinti vergiyə cəlb olunacaq və dövlət büdcəsi bundan bəhrə götürəcək. Dövlət həmin tikililərin sənədləşməsinə maraqlı olmalıdır. Araşdırma etsək, görərik ki, iqtisadçı deyir ki, qeyri-qanuni bir tikilinin qanuni qaydada sənədləşməsi həcmindən asılı olaraq 30-100 min manat arası pul edəcək. Vətəndaş bu pulu məmurlara verir. Biz o tikililəri hökumətin layihəsi ilə legallaşdırsaq, yəni qanuniləşdirsək, məmurların bu gəlir mənbəyi aradan qalxır. Ona görə də bu məsələ dövlət səviyyəsində qaldırılsa da illərdir. Bu məsələ müzakirə olunsa da, yuxarı səviyyədə bu istiqamətdə tapşırıqlar verilsə də aidiyyatı qurumlara hakimiyyətin iyerarxiyasında problemin aradan qaldırılmasına qarşı müqavimət var. Buna görə də hökumət ortaya siyasi iradə qoymalı və belə məmurların əlini, qolunu bağlamalıdır. Əks halda bəzi məmurlar bu işə əngəl törədəcək. Necə ki, 10 il ərzində bu işə əngəl törədiblər. Bir də xatırladaq ki, bu sözlər Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirliyə məxsusdur.